Bu ilin fevral ayı Suriyanın Homs şəhəri. Fotomüxbir Paul Conroy təhlükəsiz evdə yaralı vəziyyətdə uzanıb. O elə indicə Sunday Times qəzetinin yazarı Marie Colvin'in raket hücumu nəticəsində ölməsinə şahidlik edib. Hazırda mənə Azad Suriya ordusunun tibbi heyəti baxır və əllərində olan ən yaxşı ləvazimatlarla məni sağaltmağa çalışırlar. Conroy hazırda silahlara nəzarət koalisiyasının fəallarına qoşularaq qlobal silah ticarətinə nəzarətə dair yeni sazişin qəbul olunmasını tələb edir. O, Suriya ordusunun ixtiyarında olan silahlardan şoka düşdüyünü deyir. Onların məhdudiyyətsiz silah təchizatı var. Suriyaya silah satdıqlarını açıq şəkildə etiraf edən Rusiya nümayəndəsinə etiraz etdim. Ondan soruşdum ki, buna son qoyacaqsınız. Onun cavabı xeyr oldu. Onlar deyir ki, biz satmasaq, onsuz da kimsə satacaq. Conroy və başqa fəallar silahlara nəzarət sazişində boşluqları qabartmaq üçün tank alıblar. Onlar indi bu tankı London turuna çıxararaq qlobal silah sənayesində başlıca oyunçu olan ölkələrin səfirlikləri önündən keçməyi planlaşdırır. Kampaniya aparanlar Hindistan səfirliyinin önündən keçəndə səfirliyin əməkdaşlarına qətnamə təqdim edib. Yoldan keçənlərə isə simvolik olaraq banan verilib. Bununla onlar ərzağa silahdan daha çox nəzarət olduğunu demək istəyib. Oxşar kampaniya New York şəhərində keçirilir. Burada BMT-nin diplomatik konfransı iyulun 2-dən öz işinə başlayıb. Amnesty International təşkilatının ABŞ-dakı filialının icraçı direktoru Susanna Nossel. Bu hər gün 1500, il ərzində isə dünya boyu münaqişələr zamanı yarım milyondan çox insanın ölümünə səbəb olan silah ticarətini tənzimləyən ilk saziş ola bilər. Howard Hilden Böyük Britaniya müdafiə sənayesini təmsil edən ADS qrupunun siyasi direktorudur. O deyir ki, Böyük Britaniya, ABŞ və silah ixrac edən başqa qərb dövlətləri nəzarətin gücləndirilməsi barədə razılığa gəlib. Bizə lazım olan bütün dünyaya şamil olunacaq sazişdir. Bu saziş qəbul olunan kateqoriyaya daxil olmayan ölkələrə silah satışına qadağanı təmin etməlidir. Bu mümkün olacaqmı? Məncə xeyr, amma cəhd etmək vacibdir. Kampaniya aparanlar deyir ki, Ərəb dünyasındakı münaqişələr silah satışına nəzarətə təcili ehtiyac olduğunu göstərir. Vaşinqtondan Emil Quliyev, Amerikanın səsi.